Dövlət büdcəsini asfaltda əzdilər, qalanını da divara sulayırlar. Bizim yolda yayımlanan Pirşağı sakinlərinin şikayətini olduğu kimi diqqətinizə çatdırırıq. Hər bir vətəndaş yaşadığı ərazinin, mühitin təmiz və səliqəli olmasını arzulayır. Heç kim istəməz ki, kələ-kötür yollarda hərəkət etsin. Heç kim istəməz ki, göz zövqünü uçmuş hasarlar və ya dağıdılmış məcərlər pozsun. Pirşağı kəndindən danışacağıq. Prezident İlham Əliyevin baş çəkdiyi abadlaşdırılması ilə bağlı tapşırıq verdiyi Pirşağdan. Bəli, prezident biz Pirşağı sakinlərini düşünür, yaxşı şəraitdə yaşamağımız üçün tapşırıqlar verir. Bəs aidiyyatı qurumlar bu tapşırıqları necə yerinə yetirir? Baxın, məsələnin narahat edən tərəfi də elə budur. 2021-ci ildən sonra Pirşağıda bir çox işlər görülməyə başladı. Əvvəlcə küçələrimizi təmir etdilər. Sonra bu küçələri dağıdıb kanalizasiya və yeraltı elektrik naqilləri çəkdilər. Bugün Pirşağı kəndinin daxili yolları dağınıq vəziyyətdədir. Lükların ağzı açıq qalıb, ancaq yenə də iş görülürmüş kimi görünür. Çünki nə qədər gülməli görünsə də küçələrin kələ-kötür, dağınıq vəziyyəti ikinci plana atılıb və bunun əvəzinə divarları suvaqlayıb ağlay düzürlər. Kəndin küçələrində ağlay düzən ustalarla qarşılaşa bilərsiniz. Məsələnin bir əmması var ki, ayağımızın altda palçığa düşürüksə, başımızı qaldırıb ağlaya baxmağımızın nə mənası var? Görünən odur ki, bu hansı qurumdursa çox maraqlıdır ağlay düzməyə. Düzə-düzə gedir. Nəysə, mövzu budur ki, biz Pirşağı sakinləri abad küçələr istəyirik. Biz lükların ağzının bağlanmasını istəyirik. Divara ağlay vurulması bizə nə verir ki? Əgər evinizdən əsas yola çıxana qədər avtomobilin altı yerə dəyirsə, çala-çuxura düşürsə, göz zövqümüzün qorunması nəyə lazım? Kimə lazım olduğu az-çox məlumdur.